Yenə də başladıq indi yollar çəkilişinə. Buradan demək bu yoldan mən indi quru vaxtı çəkirəm. Birazdan heç buradan gediş-gəliş mümkün olmayacaq. Mən iki təkər motosikletlə heç indinin içində gedə bilmirəm. Buradan yağış yağan vaxtı uşaqlar necə məktəbə gedir, necə buradan maşın sürürlər. Bura hələ yaxşı yeridir. Bu yolun mən yaxşı tərəfindən başladım çəkilişə. Bundan təxminən 1 kilometr aralıda gedirəm, oranı da çəkəcəm. Baxın, Bərşad kənd sakinləri necə zülm içində yaşayırlar. Çünki burada icra nümayəndəsi, bələdiyyəsi heç vaxt bu kəndə diqqət ayırmayıb. Hamısı gözünü yumub keçir bu yolu keçəndə. İndi gedirik, qabağı çəkib göstərəcəyik. Burada həmən o dediyimiz yer. Burada ümumiyyətlə elə bir yəni yolda yanma yaranıb ki, yəni yağış yağan vaxtı bunu hansısa şofer bilmədən o yamaya düşərsə, belə bir çuxurlar deyə yaranıb ki, bura o şofer bilməyib, yəni maşının hansısa bir təkəri düşərsə, gördüyünüz kimi sağ-sol kanallardır. Burada hansısa bədbəxt hadisə baş verə bilər. Yolun günü, yazıq Bərşadlılar. Bərşad cəmaatı çox gözəl cəmaat olsa da, ümumiyyətlə Azərbaycanlıların hamısı gözəldir. Bura mənim doğulub boya-başa çatdığım kənd olduğu üçün, amma bura xüsusilə mənim üçün tam bir başqa yerdir. Yaxşı cəmaat olsa da, amma çox çətin gündə yaşayırlar. Həm yol sardan, həm su sardan, həm antisanitar vəziyyətdən. İndi hətta gedirik. Qarşıda məktəb var. Məktəbin yolunu çəkəcəyik. Bərşad kəndini çəkməklə problemləri qutaran deyil. Bax, sözü gedən məktəb gördüyünüz o qırmızı evinin arxasıdır. Burada həmən o acınacaqlı yol. Çəkiş edəndə 3 dəqiqə, 4 dəqiqə çəkdiyim üçün ona görə də çəkə bilmirik. Çox problemləri çəkə bilmirik. Bu, hətta mən belə deyək, biraz yerlər var ki, sərt döngə var orada. Orada bir belə çukur yaranıb ki, çox dedikcə bərbad gündədir. Hardasa 40 santı var çukurun dərinliyi. O gördüyünüz məktəbin tinindən keçdiyimiz, indi oranı da çəkəcəm. Döngədə bir dənə çukur var ki, lap ora biabır gündədir. Düz döngənin tinində. İndi çəkəcəm, baxacaq hansısa qəzaya səbəb ola bilər, ola bilməz. Həmən o çukur buradır. Bu gündən yəni yağışlıqdır, açıq hava deyənə yəni o çukur bilinmir. Hələ doldurublar. Çox bərbad gündədir bura. Bax, bu döngədir. Buradan məktəbliləri, valideynləri götürür, aparır. Baxın, buranı hələ doldurublar. Burada necə dərin bir çukur var. Bura döngə. Gördüyünüz kimi qabaq döngə. Maşının sağ tərəfdə məktəb. Yağış yandığı anda burada hansısa valideyn evladının uzaq olsun ölümünə səbəb ola bilər. Bədbəxt bir hadisə baş verə bilər. Başa düşürəm, yəni liboy bir idarədə yeyinti var. Heç olmaya yeyinti yeyirsiniz. 10% yəndə onun 2%-ni kənd əhalisinə xərcləyin. Onun da basıb yeməyin. Nə oların ki? Yəqin bu çəkilişləri mən etdim, şəhidlərimizi çəkdim, yolumuzu çəkdim, antisanitar vəziyyətləri çəkdik. Ümid edirik ki, yəqin ki, aidiyyatı qurumlar dərhal hərəkətə keçib çəkdiyimiz, bu ictimailəşdirdiyimiz məsələ tez bir zamanda həllini tapacaq. Sağ olun, var olun.